Bugün də mayası çox ucuz, amma keyfiyyəti daha yaxşı səhər yeməklə qarşınızdayım. Getdik. Bizə ən vacib olan lavaş və yumurtadır. Bu ikisi isə isteğe bağlıdır. İzah edəcəm videonun qabağında. Kifayət edir. Əsas odur ki, tavaya yapışmasın. Vəzməsi xoşlayıram. Ona görə hər səhər yeməyində bundan istifadə edirəm. Protein dəyəri yüksək olduğu üçün. Siz nə istəsəniz vura bilərsiniz. Mən 2 ədəd pendir, fıstıq əzməsi və yumurta mənə kifayət edir. Sizin keyfinizə bağlıdır. Ürəyiniz nə istəsəniz vura bilərsiniz. Xiyar, pomidor, göy-göyərti, simitan, nə istəsəniz. Yumurtamız da hazırdır. Səhər dönərimiz hazırdır. Keyfiyyətli və proteinli dönər.